Salam. Bugün yeni bir ders seriyasına başlayacağım. Beğendiğim ispatlar adı altında teoremlerin çok farklı estetik ispatlarını vereceğim. Bu ispatların bir kısmı özmün olacak, bir kısmı özmün olmayacak. Ama farklı ispatlar olacak. Ümid edirəm ki, izleyenler de beğenecektir. İlk teoremimiz moduluda A sinüs alfa plus B kosinüs alfa kiçik bərabərdir. Kök altında A kvadratı plus B kvadratı. Məşhur bir teoremdir. Və çox da istifadə olunur. Bu teoremin farklı bir ispatını verəcəm. Bu ispat özümün deyil, iki xarici riyaziyyatçının ispatıdır. Müəlliflərin adını unutmuşam. Amma çox mükəmməl bir isbatdır. Yəni görəndə çox dəhşətə gəldim həqiqətən. Yəni dəhşət bir isbatdır. Yəni necə düşünüblərsə, indi siz də görəcəksiniz. Bu teoremi farklı cür ispat etmək olar. Cauchy-Schwarz-Bunyakovski bərabərsini ispat edə bilərsiniz. Vektorla ispat edə bilərsiniz. Əslində vektorla olan ispat Cauchy-Schwarz-Bunyakovski eyni şeydir. Çünki Cauchy-Schwarz-Bunyakovski bərabərsinin kökündə vektorlar dayanır. İstənilən Hilbert fəzasında. Köməkçi buzaq daxil etməklə ispat eləmək mümkündür. Fərqli həndəsi isbatları da var, etmək olur. Bugün bir fərqli ispat verəcəm sizə. Ümid edirəm ki, izləyənlər də bəyənəcəkdir. Deməli, adamlar nə ediblər? Bir vahid çevrə götürüblər və belə bir D düz xəttinə baxıblar. AX plus BY bərabərdir 0. Aydın məsələdir ki, bu düz xətt koordinat başlanğıcından keçir. Deməli, indi belə bir nöqtəyə baxaq, P nöqtəsinə baxaq. Apsisi sinüs alfa olsun, ordinatı kosinüs alfa olsun. Bilirik ki, vahid çevrənin tənliyi x kvadratı plus y kvadratı bərabərdir 1 şəklindədir. Və sinüs kvadratı alfa plus kosinüs kvadratı alfa 1 olduğuna görə biz bu çevrəyə C çevrəsi desək, bu nöqtə təbii ki, bu C çevrəsi üzərində olacaq. Çünki koordinatları tənliyi ödəyir. Demək ki, bu P nöqtəsi bu çevrə üzərində bir nöqtədir. Apsisinə sinüs alfa, ordinatda kosinüs alfadır. İndi bu nöqtədən, bu P nöqtəsindən bu D düz xəttinə qədər məsafəyə baxaq. Bu məsafə H olsun. İndi H nəyə bərabərdir? H bərabərdir. Deməli, nöqtədən düz xəttə qədər məsafə düsturu necədir? Koordinatları düz xətt tənliyində yerinə yazırıq və mütləq dəyərini alırıq. A sinüs alfa plus B kosinüs alfa moduluda. Məxrəcdə də kök altında A kvadratı plus B kvadratı. İndi OP məsafəsinə baxaq. Bu məsafə 1'dir. Buradakı düzbucaqlı üçbucaqda təbii ki, katet hipotenuzdan kiçik bərabər olmalıdır. Kiçik olmalıdır. Kiçik bərabər 1. İndi bərabərlik halı nə vaxt olacaq? Baxın, əgər P nöqtəsi bu düz xətt üzərində olsa, yəni P nöqtəsi burada olsa, burası 90 dərəcə. Burada olsa, P nöqtəsi burada olsa, bunu fərqli rəngə göstərim. Baxın, bu nöqtədən düz xəttə qədər məsafə, bu D düz xəttinə qədər məsafə, burası 90 dərəcədir, 1'dir. Məsafə konkret 1'ə, yəni bərabərlik halı da var. Yəni P nöqtəsi burada olsa və burada olsa, göstərirəm fərqli rənglə, məsafələr 1 olur. Bərabərlik halı da var və buradan moduluda A sinüs alfa plus B kosinüs alfa kiçik bərabərdir. Kök altında A kvadratı plus B kvadratı olar. Çox möhtəşəm, yəni. Çox möhtəşəm düşünüblər. Nöqtədən düz xəttə qədər məsafədən çıxdı. Katet hipotenuzdan kiçik olur. H1'dən kiçikdir. Bərabərlik halı da var. Əgər bu P nöqtəsi bu göstərdiyim yerlərdə olsa, o zaman məsafə 1 olacaq. Bərabər 1 olacaq. Deməli, ispat olundu. Növbəti videoda görüşərik. Sağ olun.